Milli Məclis Avropa Parlamenti ilə əlaqələri dayandırıb. Milli Məclisin bu qərarı ölkəmizin milli maraqlarına əsaslanan prinsipial və ardıcıl siyasətin növbəti təzahürüdür. Həmçinin parlamentin Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur. Avrones Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avrones Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq. Bu, təsadüfi verilmiş bir qərar deyil. Çünki Azərbaycanın dəfələrlə qərəzli və əsassız ittihamlara son qoymaq və anti-Azərbaycan mövqeyindən imtina etmək tələblərinə baxmayaraq, bu qurum ölkəmizə qarşı məqsədyönlü addımlarından əl çəkməyib. Deputat Bəhruz Məhərrəmov bildirir ki, Avropa Parlamenti lobbi maraqlarının, korrupsiya maraqlarının cəmləndiyi bir yerdir. Cənubi Qafqazda imperialist, neoimperialist niyyətlərin fiaskoya uğraması, Azərbaycanın tam yeni, sülh sabitliyi əsaslı reallıq yaratması onların maraqları ilə üst-üstə düşmür. Bu mənada Avropa Parlamentinin Azərbaycana davamlı qərəzli qətnamələri ilə hücumlarına şahidlik edirik və 30 aprel qətnaməsi də bunlardan biridir. Bu qətnamənin hər bir cümləsi hüquqa, beynəlxalq hüquqa ziddir. Hər bir cümləsi məhkəmənin müstəqil fəaliyyətinə açıq müdaxilədir. Azərbaycanın dövlət suverenliyinə açıq müdaxilə cəhdidir və təbii ki, Azərbaycan parlamenti də buna lazımi cavabı verməli idi. Bilirsiniz ki, qətnamədə illər ərzində Azərbaycan insanının, Azərbaycan vətəndaşının məruz qaldığı işğal, təcavüz nəticələri, o cümlədən Azərbaycan torpaqlarının işğalı, Azərbaycan ərazilərində separatizmin mövcudluğuna hər hansı formada münasibət bildirməyən Avropa Parlamenti bugün hansısa uydurma haqların müdafiəsinə qalxır. Cinayətkarları hərbi əsir adı altında beynəlxalq ictimaiyyətə sırmaqla onların dırnaqarası müdafiəsinə qalxır. Əlbəttə ki, bunlar yol verilməzdir. Azərbaycan artıq uzun müddətdir ki, bəzi Avropa institutları ilə münasibətlərdə ehtiyatlı və məsafəli mövqe sərgiləyir. Lakin Avropa Parlamentinin qərəzli siyasətinə son qoyulmaması, əksinə daha da dərinləşməsi rəsmi Bakını daha kəskin addımlar atmağa vadar edib. Bu kontekstdə Avropa İttifaqının Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notasının təqdim olunması da baş verənlərə verilən adekvat diplomatik reaksiyadır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi müəyyən lobbiçilik qruplarının təsiri ilə formalaşır.